Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundovun Lənkəran xanın vəziri komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman şərqində peşəkar teatrın təməlini qoyub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edib. Bu ənənə zamanla inkişaf edərək digər bölgələrdə də yayılıb. Teatrşünas Xəyalə Rəis milli teatrlarla bağlı fikirlərini bizimlə bölüşüb. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illər yeni mərhələ başlayıb və bu inkişaf özünü ilk növbədə teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında göstərir və bugün Azərbaycan teatrları mövcud duruma uyğun olaraq davam etməsi özü də böyük bir fədakarlıqdır və nə yaxşı ki, bugün Azərbaycan teatrı davam edir, bugün Azərbaycan teatrı inkişaf edir, bugün Azərbaycan teatrı beynəlxalq qastrollara gedir, beynəlxalq səfərlərdə iştirak edir və kifayət qədər nüfuzlu festivallardakı Azərbaycan teatrı belə deyək də, iştirak edir. Ötən illər Azərbaycan teatrı dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib və həmçinin Azərbaycan xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib, eyni zamanda xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub. Bugün Respublikada artıq 26-dan çox teatr fəaliyyət göstərir. Maraqlıdır, paytaxt vətəndaşları bu mədəniyyət ocaqlarından nə dərəcə yararlanırlar? Bugün nə deyə bilərəm? Teatr aləmi üçün gözəl bayramdır. Bütün Azərbaycan teatrlarının, kollektivlərini təbrik eləyirəm. Qoy teatrın hər günü elə bizim aktyorlar üçün də, tamaşaçılar üçün də bayram kimi olsun. Bayramınız mübarək, əziz həmkarlar. Teatra marağım yoxdur, düzü. Niyə səbəb? Məncə Bakıdakı teatrların çoxsu maraqsızdır, yəni çox belə maraqlı göstəriş eləmirlər, belə deyim. Xeyr, açığını deyim ki, xeyr, gedin. Niyə səbəb? Birincisi vaxt yoxdur, ikincisi də bu barədə reklamlar çox zəifdir. Vaxtaşırı teatr Lordu, Gəncə Dram Teatrı həqiqətən möhtəşəmdir. Buradan da salamlayıram bütün Gəncə Dram Teatrının özv heyətini, aktyorlarını. Həqiqətən də teatrda olmaq bir başqa aləmdir də. Yəni canlı sənət izləmək, mən deyərdim, istər sosial şəbəkədən və televiziyadan ondan qat-qat üstündür ki, o auranı alırsan. Bəzi sahələr ola bilər ki, yəni kino sahəsində nədəsə biraz belə deyək, durğunluq olsun, amma teatr şükür Allaha ki, elə öz zirvəsini saxlayır, öz gücünü saxlayır və inşallahdır ki, bundan sonra daha da inkişaf edəcək. Belə deyim, bütün teatr sevərləri ürəkdən bir daha təbrik edirəm. Bizim çox gözəl rejissorlarımız var, aktyorlarımız var, az drama var. Mən onun tamaşalarına gedirəm. Gənc tamaşaçılar teatrı, rayon teatrları var. Hamısı ilə tanışam, dostlarımdır. Ancaq sadəcə maliyyə probleminə görə yaxşı əsərlər qoya bilmirlər. Və qoya da bilməyəndə, ciddi də ola bilməyəndə ki, o ortalıqda ki, deyək ki, müəyyən komediya xanaları ki var, o insanların o gülüşü, zadı hamısı üstələyir və ciddi sənət əsəri ölür. Və bugün teatr günüdür, onu mart Azərbaycanda teatr günüdür. 27 martda beynəlxalq teatr günüdür. Həm indiki günü təbrik edirəm, həm də gələcəkdə beynəlxalq teatr günü bütün teatr sevərləri, eyni zamanda sizin televiziyanı, TV-ni təbrik edirəm. Onda qeyd edək ki, dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq Respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Havar Şəfiyeva, Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.